Azərbaycan 3-7-ci əsrin birinci yarısında Sasanilər dövründə. Azərbaycanda feodal münasibətləri 3-cü əsrdən yarandı. Feodalizm quldarlıqdan sonra yaranıbdı və bu dövrdə dövlətə hərbi və mülki xidmət müqabilində xidmət edən şəxslərə torpaqlar verilirdi. Belə torpaqlar feod, mülk, feod Avropadaydı, mülk isə Azərbaycanda, şərq ölkələrində. Sahibi isə feodun sahibi feodal, mülkün sahibi isə mülkədar adlanırdı. Demək olar ki, dünyanın əksər xalqları orta əsrlər dövrünü, yəni feodalizm quruluşunu keçmişdir. Və Azərbaycanda bu proses 3-cü əsrdən başlamışdır, şərqdə də 3-cü əsrdən başlamışdır. Bu erkən feodalizmdir. Feodalizmin özü 3 dövrə bölünür. Erkən feodalizm Azərbaycanda 3-11-ci əsrlər, şərqdə də klassik feodalizm, inkişaf etmiş feodalizm 11-15-ci əsrlər, sön feodalizm isə 16-19-cu əsrlər. Feodalizm dövründə də dedik ki, feodalların torpağı olurdu, orada idarəyə edilir və orada yaşayan kəndlilərdən vergi toplayırdı və dövlətə xidmət müqabilində torpaq mülkiyyətinin verilməsi, bu sosial-iqtisadi sistem feodalizm adlanırdı. Bu torpaqlar 2 yerə bölünürdü, irsi və müvəqqəti olaraq. Müvəqqəti yəni şərti. Bütün bunların müqabilində Azərbaycan ərazisində feodalizm yaranmağa başladı. Atropatenada və Albaniyada feodal münasibətlərin yaranması oxşar xüsusiyyətlərə malikdir və Azərbaycanda ümumiyyətlə şərqdə torpaqlar əsasən dövlət mülkiyyətində idi. Təbii coğrafi şərait əkinçilik üçün süni suvarma sisteminin yaradılmasını tələb edirdi. Bu isə yalnız dövlət tərəfindən həyata keçirildi, çünki kəndlinin bu qədər imkanı yox idi. Gələk indi Albaniyada feodal münasibətlərinin xüsusiyyətlərinə. Torpaq üzərində dövlət mülkiyyəti dedik var idi. Bu da dövlət hakimiyyətinin güclənməsinə, mərkəzləşməsinə səbəb olurdu. Hökmdar və ailə üzvlərindən sonra iri torpaq mülkiyyətinin Alban kilsəsinə məxsus olması, feodalların da torpaq sahibliyinə malik olması, erkən orta əsrlərdə kəndlərin bir hissəsinin az da olsa xüsusi mülkiyyəti olması, az şəkildə idi. İndi gələk şərqdəki və qərbdəki feodal münasibətlərinin fərqi nə? Şərqdə torpaq üzərində dövlət mülkiyyəti üstünlük təşkil edirdi. Feodallar dövlətə xidmət əvəzində onlara verilən torpaqlarda yaşayan kəndləri idarə edirdi. Kəndlərin evi az da olsa torpağı, malqarası, əmək alətləri var idi. İndi isə keçək Avropadakı. Avropada isə feodallar geniş torpağa malik idi. Feodallar öz malikanalarında və hərbi və iqtisadi hakimiyyətə malik olmaqla öz adamlarını pul kəsdirmə, vergi məsələlərini müzakirə etmə və məhkəmə səlahiyyətlərinə malik idilər. Kəndlərin çoxu həm şəxsi, həm də iqtisadi cəhətdən feodaldan asılı idilər. Bu təhkimli kəndli adlanır, təhkimçilik deməkdir. İndi isə gələk həm şərqdəki, həm Avropadakı feodalizmin oxşar xüsusiyyətlərinə. Torpağı əkib becərən kəndlilər vergi ödəyir, mükəlləfiyyət daşıyırdılar, qalalar, yollar, körpülər və sairinin tikilməsində iştirak kəndlərin üzərinə düşürdü. Burada dedik vergi ödəyirdi, natural vergi idi. Natural vergi mal və məhsul ilə ödənilən vergi forması idi. Və bütün bunlar bərabərsizliyi yaratdı. Bəziləri daha çox varlandılar, bəziləri isə müflisləşdilər, hətta torpaqsız kəndlərə çevrildilər.
Qeyd etdiyimiz kimi torpaqlar irsi və şərti olaraq bölünürdü və Azərbaycanda ilk vaxtlar dövlət mülkiyyəti xüsusi feodal mülkiyyətindən üstün idi. Amma tədricən şərti verilən torpaqlar irsi də keçməyə başladılar. Şərti torpaq sahibləri isə hərbiçilər və qismən də mülki məmurlar idi. Azərbaycanda əhali bütün dövrlərdə olduğu kimi əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olur. Bu dövrdə feodalizm dövründə yeni şəhərlər salanır, qədim şəhərlər isə inkişaf edirdi. İrsi torpaq sahibliyi ayrı-ayrı feodallara məxsus olan nəsildən nəsilə keçən torpaqlar idi. Şərti torpaqlar isə dövlətə xidmət müqabilində hərbiçilərə və mülki məmurlara verilirdi, qeyd etdiyimiz kimi. Və bu dövrdə feodallarla yanaşı din xadimləri və məbədlər də torpaq sahibliyinə malik idilər. Gələk bu dövrdə kəndlilərə, kəndlilərin vergi və mükəlləfiyyətlərinə dedik vergilər ödəyirdilər. Torpaqdan istifadəyə görə məhsul vergisi natural vergisi idi. Şəhər sənətkarları və tacirlərdən xüsusi vergi alınırdı. Vergi toplanmasından əldə edilən gəlir hesabına çoxsaylı qoşun saxlanılırdı. Sonralar feodalların və dini qurumların xeyrinə də vergi və rüsumlar ödənilməsinə, müxtəlif mükəlləfiyyətlərin yerinə yetirilməsinə başlandı. Azərbaycan kəndliləri feodaldan şəxsən deyil, yalnız iqtisadi cəhətdən, yəni torpağa görə asılı idi, qeyd etdik. Evi az da olsa torpağı mal-qarası əmək aləti var idi. Feodalın torpağını əkib becərirdi, vergi ödəyir və mükəlləfiyyətlər daşıyırdı. Sonra burada gələk Sasanilər dövründə, bunu Sasanilərdə daha geniş öyrənəcəyik, əkin sahələrinin məhsuldarlığından və onun şəhərə yaxınlığından, uzaqlığından asılı olaraq 1/3-dən 6/1-ə qədər həcmində toplanılırdı. Və buna görə də vergilərin bu qayda ilə toplanması bir sıra çətinliklər törətdiyinə görə əkinçilər narazı idilər. Dövlət məmurları da bundan istifadə edirdilər. Məhsulun vaxtında yoxlanılıb və vergi miqdarının təyin edilməsini ləngidirdilər. Məhsulun çox hissəsi tələf olurdu və 6-cı əsrdə buna görə də vergi sistemində dəyişiklik edilməsi qərara alındı. Və verginin məhsulun həcminə görə deyil, torpaq sahəsinə görə təyin olunması başlandı. Məhsulları təbii fəlakətlərə və xəstəliklərə məruz qalan şəxslərə güzəştlər edilirdi. Həmin dəyişiklikdən sonra natural şəkildə toplanan məhsulun bir hissəsi pul şəklinə keçdi. İndi gələk Azərbaycanda və Avropada feodal münasibətlərinin müqayisəsinin digərini etdik. İndi növbəti müqayisəyə Azərbaycanda feodalizm 3-cü əsrdən başlayıb 19-cu əsrin ikinci yarısına qədər, Avropada isə 5-ci əsrdən 17-ci əsrin ortalarına qədər. Torpaq mülkiyyət formaları əsasən qeyd etdik dövlətin mülkiyyətində idi. Qərbi Avropada isə feodallar geniş torpağa sahib idilər. Kəndlərin vəziyyəti yenə qeyd edirik, təkrar yadımızda yaxşı qalmağı üçün. Kəndli feodaldan əsasən iqtisadi cəhətdən asılı idi, Avropada da təhkimli idi. Həm də feodallardan şəxsi asılı idi. Bunları mütləq bilməliyik, bunlar bizim üçün vacibdir. Və feodalları bir də qeyd edirik, Azərbaycanda süni suvarma şəraiti əlverişli olmadığından feodallar demək olar ki, təsərrüfatla məşğul olmurdular. Avropada isə feodalların xüsusi təsərrüfatı var idi. 6-cı əsrdə Azərbaycan Sasanilərin tərkibində olduğuna görə burada Dastakert irsi torpaqlar, Xostak isə şərti torpaq mülkiyyət forması var idi. Əkilib becərilməsi çətinlik törədən torpaqlar isə sahibsiz qalırdı. İndi gələk Azərbaycan Sasanilər imperiyasının tərkibində.
İlk əvvəl Sasanilər dövlətinin yaranmasına baxaq. Roma imperiyası ilə aparılan uzun müharibələr, çəkişmələr Parfiya dövlətini zəiflətdi. Biz bunu Roma Parfiya münasibətlərini Atropatena mövzusundan öyrənmişik. Və əyalət hakimlərindən olan Ərdəşir Babəkən 226-cı ildə Parfiya dövlətinə son qoyuldu və Sasani dövləti yaranmış oldu. Dövlət və sülalənin adı Ərdəşir Babəkənin babası Sasanın adı ilə bağlı olub, buna görə Sasani adlanır. Sasanilər dövləti 651-ci ilə qədər, deməli 226-651-ci illərdə mövcud olmuşdu Sasanilər dövləti və Parfiyadan asılı dövlətlərin sistemini ləğv edib mərkəzləşmiş dövlət yaratdılar Sasanilər və özlərini şah adlandırdılar. Yəni şahənşah, vilayət hakimlərini isə şah adlandırdılar. İkinci şəxs isə şahənşahdan sonra Zərdüşt məbədinin baş kahini idi. Mərkəzləşmiş dövlət anlayışına diqqət edək. Mərkəzləşmiş dövlət anlayışı nədir? Əyalətləri idarə edən şəxslər mərkəzi hakimiyyət tərəfindən təyin edilirdi. Asılı dövlətlər nədir? Tabe dövlətlər özlərinin daxili müstəqilini qoruyub saxlayır. Daxili müstəqillikləri var idi, xarici yox. Sasanilər dövlətinin paytaxtı Ktisifon və yaxud da Mədain şəhəri, dini isə Zərdüştlük dini idi. Sasani şahları Zərdüştlük dinini yayırdılar. Bunların təbii ki, məqsədləri var idi. Öz hakimiyyətlərini gücləndirmək, tabe edilmiş müxtəlif xalqlara itaətdə saxlamaq üçün. Sasanilər öz hakimiyyətlərini gücləndirmək, möhkəmləndirmək üçün yeni işğallar edirdilər və ona görə də güclü dövlətə çevrildilər. Sasanilər özlərini Hörmüzdün, o Zərdüştlükdə olan Xeyr Allahının yer üzündəki nümayəndələri kimi təqdim edirdilər. Sasani metal pullarının bir tərəfində hökmdarın, digər tərəfində isə müqəddəs odun təsviri bunu daha aydın sübut edir, göstərir. İndi gələk Azərbaycanın Sasani dövlətinin tərkibinin düşməsinə. 227-də Atropatena işğal etdilər və Atropatena tamamilə Sasanilərin tərkibinə daxil oldu və Atropatena ərazisini canişinlər idarə etməyə başladılar. Əhali üzərinə ağır vergilər qoydular, həmçinin buradan öz ordusu üçün əskər də topladılar. Atropatena yerləşdiyi əraziyə görə Sasanilər üçün xüsusi əhəmiyyətə malik idi, çünki ticarət yolları buradan keçirdi. Sasanilərin üçün Atropatenanın keçmiş paytaxtı Qazaka önəmli idi, çünki biz dedik Zərdüştlüyün dini mərkəzi idi və hətta Zərdüştlüyü Atropatenada öyrənəndə demiş ki, Sasanilər dövründə Avesta bərpa edilmişdi. Altıncı əsrdə Sasani şahı 1-ci Xosrov inzibati islahat keçirtdi, 4 canişinlik yaratdı, Kus yaratdı. Atropatenanı və Albaniyanı Adurbadagan, Azərbaycan adlanan şimal canişinliyinə, bunu xüsusi diqqət edirik, yadımızda saxlayırıq, şimal canişinliyinə aid etdi. 1-ci Xosrovun islahatları ölkəmizdə feodal münasibətlərin inkişafına daha çox təsir göstərdi. O sahibsiz torpaqları hərbiçilərə payladı, vergi yığan məmurların özbaşınalığına son qoydu. Uşaqlar, qadınlar, qocalar, hərbiçilər, kahinlər, məmurlar can vergisindən azad olundu. Can vergisindən azad olunub xüsusi yadımızda saxlayırıq, bu bizi çaşdırmasın. Can vergisi də Sasanilər dövründə gezitdir. Bunu yadımızda saxladıq. 1-ci Şapur Sasani şahıdır. 241-272-ci illərdə hakimiyyətdə olub və onun Nəqşi Rüstəmdəki abidəsində göstərir ki, Adurbadagan, Albaniya, bu ərazilər Sasanilərin tərkibində olmuşdur və Sasani məmurları idarə etmişdir. Maniçilik 3-cü əsrdə Sasanilərdə maniçilik təlimi yayılmışdı. Bütün dinləri vahid bir dinlə əvəz etmək istəyirdi Mani təlimində. Mani təlimi digər dini cərəyanlara, həmçinin 5-6-cı əsrlərdə olan Məzdəkilər hərəkatına da güclü təsir göstərmişdi. İndi gələk Məzdəkilər hərəkatına. Sasanilər dövründə müharibələr, vergilərin artırılması, uzun süraq
Uzun sürən quraqlıqlar Sasanilər dövlətində əhalinin vəziyyətini pisləşdirmişdi və 5-ci əsrin sonlarında üsyan başladı, Məzdək başçılıq edirdi. Bu Məzdək ədalətli cəmiyyət qurmaq istəyirdi. Xeyrin şər üzərində qələbəsinə inanırdı və bunun mübarizə yolu ilə aparılmasını düzgün hesab edirdi. Bu hərəkat Atropatenaya da yayılmışdı. Onun tərəfdarları əsasən kəndlilər, sənətkarlar, şəhər yoxsulları, bəzi əyanlar idi. 1-ci Qubadın dövründə idi. Maneçilərdən fərqli olaraq xeyrin şər üzərində dedik ki, qələbəsinə inanırdılar. 1-ci Qubad ilk əvvəl Məzdəkiləri müdafiə etdi. Çünki onun məqsədi mərkəzi hakimiyyəti möhkəmləndirmək, onun üçün təhlükəli olan iri əyanları, din xadimlərini sıradan çıxarmaq idi. Hətta qıtlıq zamanı, ərzaq qıtlığı zamanı Məzdəkin məsləhəti ilə taxıl anbarlarından əhaliyə ərzaq da paylamışdı. Məzdəkilər hərəkatını himayə etdiyi üçün iri feodallar 1-ci Qubadı taxtdan saldılar. Onlar Axun hökmdarına sığındı 1-ci Qubad və Məzdək və tərəfdarları Azərbaycana qaçmağa məcbur oldu. Axunların köməyi ilə 1-ci Qubad hakimiyyətini bərpa etdi. Hətta onlarla dedik qohum da oldu. Axun hökmdarının qızı ilə evləndi və bundan sonra Məzdəkilərə artıq 1-ci Qubadın ehtiyacı qalmadı. Onları dini söhbət bəhanəsi ilə saraya çağırdı və zindana saldırdı. Və üsyan 6-cı əsrin 1-ci yarısında yatırıldı, Məzdək edam edildi. Və sonradan isə Sasani hakim dairələri iqtisadi idarəetmə və başqa sahələrdə islahatlar keçirməyə məcbur oldular. Dedik, Atropatena ərazisi də Sasaninin tərkibində olubdu. Atropatena Sasaninin ən mühüm əyalətlərindən biri olmuşdur. 227-ci ildə tabe olmağını biz qeyd etdik və Adurbaqan adlanmışdır. Yəni odun himayəsində olan ölkə. Adurbaqan dövlətin şəhərlərindən, vilayətlərindən biri olmuşdur. Dedik ki, Atropatena ticarət üçün də önəmli idi. Sasani imperiyasının şimal canişinliyi dedik, həm Atropatena, həm Albaniya şimal canişinliğinə aid idi. Burada Ərdəbil və Təbriz şəhərləri ticarət mərkəzlərinin iqamətgahı idi. Ərdəbil Sasanilər dövründə canişinlik mərkəzi olmuşdur. Müqəddəs şəhər adlanmışdır. Bu dövrdə önəmli şəhərlərdən biri Marağa şəhəri idi. Qazaxanın da önəmli olmağını qeyd etmişdik. İndi isə gələk Albaniyanın Sasani imperiyası tərkibində olmağına. Eramızın 1-ci əsrindən etibarən Albaniyada Parfiya Arşakilərin bir qolu olan Alban Arşakilər hakimiyyətdə idi. Arşaki nəslindən olan Arşakilər 1-ci əsrdən 510-a qədər hakimiyyətdə olub Albaniyada, Azərbaycanda. 1-ci Qoçaq Vaçaqan ölkənin bütün vilayətlərini birləşdirdi, mərkəzləşmiş dövlət yaratdı. Azərbaycan 3-5-ci əsrlərdə mərkəzləşmiş feodal dövləti idi. Daha sonra Sasani dövləti Albaniyaya nəzarət uğrunda mübarizəyə başladı. Arşakilər sülaləsi dedik hakimiyyətdə idi və orada rəqib Roma imperiyası oldu. Bunu da yadımızda saxlayırıq. Bu da qədim Roma imperiyası idi. 3-cü əsrin 60-cı illərində Sasanilər dövləti Roma imperiyasına qalib gəldi, Albaniyanı özünə tabe etdi. Amma Atropatenadan fərqli olaraq Albaniyanın daxili müstəqilliyi qaldı. Arşakilər dedik ki, 510-a qədər hakimiyyətdə olublar. Və bu prosesdə feodal münasibətlər inkişaf etdi. Sasanilər Atropatenaya Albaniyada möhkəmlənmək üçün əhali köçürdülər. Etnik dayaq yaratmaq istəyirdilər təbii ki. Dərbənd səddini möhkəmləndirdilər, bürclər inşa etdilər. Bura Dərbənd səddi, Dəmir qapı, Dərbənd qalası adlanır. Albaniyanın ən qüdrətli hökmdarlarından biri də Urnayurdur. 313-371-də hakimiyyətdə olub. Bütpərəstliyə qarşı mübarizə aparıb 313-cü ildə xristianlığı rəsmi din elan edibdir.
Albaniyada xristianlıq bütün əhali tərəfindən qəbul edilməyib. Bunu da yadımızda saxlayaq. Albaniyada xristianlıq 1-ci əsrdən yayılmağa başlayıb xristianlıq yaranan kimi. Urnayer dedik bütpərəstliklə mübarizə aparır, xristianlığı rəsmi din elan edib, dövlət dini elan edib, kilsələrə torpaq paylayıbdır. Dedik, bir hissəsi xristian, bir hissəsi isə digər dinlərdə qalmışdırlar. Urnayer xarici siyasətdə Sasani ilə müttəfiqlik idi. Sasani Roma münasibətlərində, müharibələrində iştirak edirdi. Sasani tərəfdən 4-cü əsrin sonunda da Cənubi Qafqaz Roma və Sasanilər dövləti arasında nüfuz dairələrinə bölündü. Albaniya Sasanilərin tərkibində qalmış oldu. Bunu da yadımızda saxladıq. Urnayer Albaniyada hakimiyyətdə olanda Urnayer Arşakidir. Sülalədən Romada, Sasanidə isə hakimiyyətdə 2-ci Şapur idi. Urnayerlə deməli 2-ci Şapur müttəfiq olublar. 359 Amid, 371 Dizrav döyüşlərində, Sasani Roma döyüşlərində Urnayer, Albaniya, Arşakilər Sasanilər tərəfdən vurulmuşdu. Amid döyüşündə qalib gəlmişdilər Sasani Albanlar. Romalılara Dizrav döyüşündə isə məğlub olmuşdular. Qeyd edirik, bu qədim Romadır. Bunu xüsusi yadımızda saxlayırıq. Qədim Roma. Çünki qədim Roma dedik, axı eramızdan əvvəl 30-27-dən başladı. Bizim eranın 300 qədim Roma eradan əvvəl 30-27-dən başladı. Bizim eranın 395-ci ilində bölündü. Qərbi Romaya, Şərqi Romaya. Deməli, Amid və Dizrav döyüşləri qədim Romaya aiddir. 359-da müttəfiq kimi Albanlar, Saklar, Hunlar idi və bu dövrdə Romanın ərazisinə daxil oldular. Əsas məqsədləri Suriya torpaqlarını ələ keçirmək idi. Lakin Fərat çayının daşması, şiddətli daşqınların yaratdığı təhlükə nəticəsində döyüşün istiqaməti dəyişilə Amid indiki Türkiyə ərazisindəki Diyarbəkir şəhərinə yönəldildi. Bu şəhəri Böyük Roma qonşunu müdafiə edirdi. Burada müttəfiqlər, yəni Albaniya ilə Sasanilər Roma ordusunu ağır məğlubiyyətə uğratdılar. Amid şəhərini tutdular. Xeyli qənimət, əsirlər əldə etdilər. Amma tərəflər arasında mübarizə bir müddət davam edibdi. Amiddə qalib gəlməklərinə baxmayaraq. Bu dövrdə Albaniyanın paytaxtı yarandığı dövrdən Qəbələ şəhəri idi, amma siyasi və iqtisadi əhəmiyyəti azalmışdı. Alban Arşaki 2-ci Vaçenin dövründə Qəbələdən Bərdəyə köçürüldü. Albaniya hökmdarı müşavirətçi məclis fəaliyyət göstərirdi, dövləti idarə edirdi, hökmdar baş komandan idi, qanunları qəbul edirdi. Sasanilər sərhədlərini qorumaq üçün sədlər inşa etmişdirlər. Qeyd etdiyimiz kimi, burada təkrar etsək, xarici siyasətdə Urnayer Sasani ilə müttəfiq idi. 359-da Amid, 371-ci ildə Dizrav döyüşlərində Sasanilər tərəfdən döyüşmüşdü. 359-da Amid döyüşündə Albanlar, Saklar, Hunlardan ibarət böyük ordu Roma ərazisinə daxil oldu. Məqsədi isə Suriya torpaqlarını ələ keçirmək idi. Lakin Fərat çayının daşması, şiddətli daşqınların yaratdığı təhlükə nəticəsində yürüşün istiqaməti dəyişərək Amid indiki Türkiyə Diyarbəkir şəhərinə yönəldildi. Roma qoşunu bu şəhəri müdafiə etdi, amma müttəfiqlər, yəni Alban Sasanilər Amid şəhərini tutdular. Xeyli qənimət və əsir əldə etdilər, lakin tərəflər arasında mübarizə bir müddət davam etdi. Albaniyanın paytaxtı Qəbələ şəhəri idi, amma 5-ci əsrin ortalarında siyasi, iqtisadi əhəmiyyəti azalmışdı. 2-ci Vaçenin dövründə 444-463-cü illərdə Qəbələdən Bərdəyə köçürüldü. Alban hökmdarı dedik ki,
məşvərətçi məclis fəaliyyət göstərirdi, dövləti idarə edirdi, baş komandan idi, qanunları qəbul edirdi. Şimal sərhədlərini qorumaq üçün sədlər inşa edilmişdi. Bu işə Albaniya əhalisi də cəlb edilmişdi. Əhali əsas təsərrüfat işlərindən uzaqlaşdırıldığından ölkənin iqtisadi həyatına ağır zərbə vururdu. Çünki öz işləri ilə məşğul ola bilmirdilər. Çoxlu vergilər toplanılırdı. Bu da əhalinin vəziyyətini çətinləşdirirdi. Tez-tez Sasanilərə qarşı üsyanlar baş verirdi. Gələk üsyanların səbəblərinə vergilərin artırılması, siyasi narazılığın artması, zərdüştlüyün zorla qəbul etdirilməsi, fars dilli əhalinin köçürülərək münbit torpaqlarda yerləşdirilməsi. 5-ci əsrin 40-cı illərində hakimiyyətə gəlmiş 2-ci Vaçe Bərdə şəhərini saldırdı, paytaxtı Qəbələdən ora köçürdü. 2-ci Vaçe Sasanilərə qarşı mübarizə aparmışdır. Bu mübarizə 457-463-cü illəri əhatə edir və məğlub oldu. 463-də Albaniyanın daxili müstəqilliyi ləğv edildi və ərazi Sasanilər mərzbanları tərəfindən idarə edilməyə başladı. Sasani mərzbanlığı dövrü 463-dən başladı 487-ci ilə qədər. 463-487-ci illəri əhatə edir. Bu dövrdə əhalini və onun əmlakını siyahıya aldılar, vergiləri artırdılar. 5-ci əsrin sonlarında Sasanilər Axunlara qarşı müharibələrdə məğlub olaraq zəiflədi, üsyanlar başladı və Albaniya bundan istifadə edib daxili müstəqilini bərpa etdi. Sasani dövlətinə ödədiyi vergiləri azaltdı, əhali dini və etiqad azadlığını tanıdı yenidən. Arşakilərin sonuncu nümayəndəsi 3-cü Vaçaqan idi. 487-510-cu illərdə hakimiyyətini möhkəmləndirmək üçün dindən istifadə etdi, xristianlığı yaymağa çalışdı, atəşpərəstliyi, bütpərəstliyi təqib etdirdi. Vaçaqan xristianlığı möhkəmləndirməklə ölkədə dini birlik yaratmağa çalışır, islahatlar həyata keçirirdi. Onun dövründə siyasi və mədəni dirçəliş kimi səciyyələndirilir. O əvvəlcə ölkədə dini birliyə nail olmağa çalışdı. 488-ci ildə Aguyəndə, indiki Ağdam ərazisində kilsə məclisi çağırdı, mühüm qərarlar qəbul etdi. Aguyən məclisinin qərarları erkən orta əsrlər Albaniyası haqqında dövrümüzə gəlib çatan yeganə qanuni hüquqi tarixi sənəddir. 3-cü Vaçaqan bunların hamısını dövlətin müstəqilinin möhkəmləndirilməsi, müstəqil Alban kilsəsinin dayaqlarının gücləndirilməsi məqsədi ilə çağırmışdı. Xristianlığın feodal əsaslarını nizamlamış, bununla da Albaniyada feodal münasibətlərinin daha da inkişaf etməsinə yardım göstərmişdi. 3-cü Vaçaqanın dövründə yeni kilsələr açılır, məktəblər açılırdı. Amma xristianlıq dediyimiz kimi bütün Albaniyada yayılmamışdı. 481-484-cü illərdə bu yeni dərsliyə əsasən də Albaniyada bərpa olunmağın, daxili müstəqilliyin bərpa olunması şəraiti, biz dedik axı 463-487-də Sasani mərzbanlığı dövrü idi. Necə oldu ki, o daxili müstəqillik bərpa olundu? Onu qısa bir formada demişdik, üsyanlar olub. Geniş formada bu şəkildədir ki, 481-484-cü illərdə Albaniyada, İberiyada ölkələrdə Sasanilərə qarşı üsyanlar başladı. Bu üsyanları törədənlər qalib gəldilər. 485-də Sasanilərlə müqavilə bağlandı və müqaviləyə görə Albaniyanın daxili müstəqilliyi bərpa edildi. Xristianlığın təqibi dayandı və 487-ci ildə 3-cü Mömin Vaçaqan hakimiyyətə gəldi. Bu son dərsliyə əsasəndir. Arşakilərin hakimiyyəti 510-a qədər oldu. 510-dan isə Sasani mərzbanlığı başladı. 629-da Mehranilər gələnə qədər. Albaniya iqtisadi inzibati cəhətdən vilayətlərə, əyalətlərə bölünürdü. Kürün sol sahilində 11 vilayət var idi. Qəbələ, Şəki, Kambisena. Sol sahilində isə Lipina, Çola var idi. Sağ sahilində Arsak, Utu, Partekaran, Sunik idi. Maldarlıq, əkinçilik həmişə olduğu kimi.
Digər sahələr də toxuculuq, ipəkçilik də bütün dövrlərdə olduğu kimi inkişaf etmişdir. Qədim şəhərlər Qəbələ, Naxçıvan, Dərbənd inkişaf etmişdi. Bərdə dedik paytaxt şəhəri olmuşdu. Beyləqan şəhəri önəmli idi bu dövrdə. Yeni türk tayfaları bu dövrdə gəlmişdir. Biz də demişdik ki, bu dövrdə Sazanilər köçürmə siyasəti edirdi ki, möhkəmlənsin, etnik dayaq yaratsın. Bu dövrdə gələn türk xalqlarından Hunlar, Xəzərlər, Sabirlər, Bulqarlar idi, Basillər idi. Bu türklərin Azərbaycana ikinci axını idi. Birinci axını isə İranımızdan əvvəl 7-ci əsrin birinci yarısında Kimmerskit saklar idi. Erkən əsrlərdə türk dili bütün Azərbaycan əhalisi üçün vahid ünsiyyət vasitəsinə çevrildi. 395-396-cı ildə Hunların Azərbaycana böyük yürüşü oldu. Burada Xəzərlərin adı da xüsusilə çəkilir. 7-ci əsrdə Azərbaycan türk ədəbi dili formalaşmağa başladı. Kitabi Dədə Qorqud dastanı, tanrıçılıq dininə sitayiş edirdilər. Tək Allahlı səmavi din tanrıçılıq adlanırdı. Yerli əhalinin tanrıçılıq dini inanclarını qoruyub saxlamaqda israrlı olması xristianlığın yayılmasına və möhkəmlənməsinə imkan vermədi. Xristianlıq ilk olaraq 1-ci əsrdə yaranmışdı, yayılmışdı. Bizdə burada iki dövrə bölünür. Həvari dövrü ilk dövrdən 4-cü əsrə qədər, ikinci dövr isə Yunanpərəst isə 313-cü ildən başlanır. Urnayerin xristianlığı rəsmi dövlət dini elan etməsindən. İslam dini meydana gələnə qədər xristianlıq olmuşdur. İndi isə xəritədə baxaq. Sasani bu Albaniya, Atropatena və Sasani imperiyasının ərazisi. Əhatə etdiyi ərazilər göründüyü kimi həm Albaniya, həm də Atropatena Sasanilərdən asılı vəziyyətdə olmuşdur. Bu qədər. Albaniya mövzusunun davamı isə, Albaniyanın süqut tarixi isə növbəti video izahda Ərəb işğalları dövründə olacaq.